Azərbaycanın tanınmış sənətkarları, xalq artistləri Gülyanak Məmmədova və Məsum İbrahimov beynəlxalq arenada növbəti uğura imza atıblar. Sferas xəbər verir ki, bu barədə Teleqrafa açıqlama verən xalq artisti Gülyanak Məmmədova bildirib ki, hər iki sənətçi Özbəkistanda keçirilən mötəbər mədəni tədbirə xüsusi dəvət alıblar. Onların iştirakı ilə baş tutan tədbir çərçivəsində sənətkarlar Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən yüksək mükafata layiq görülüblər. Belə ki, Gülyanak Məmmədova və Məsum İbrahimov ölkənin mədəni həyatında göstərdikləri xidmətlərə və Türk dünyası mədəni əlaqələrinin inkişafına verdikləri töhfəyə görə Mədəniyyət və İncəsənət Fədaisi medalı ilə təltif olunublar. Təltif etmə mərasimi rəsmi şəxslərin, incəsənət nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə təntənəli şəkildə keçirilib. Bununla yanaşı hər iki sənətçi Yeni Özbəkistan Ulduzları Milli Mədəniyyət və İncəsənət mükafatının təqdimat mərasimində fəxri qonaq qismində iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan möhtəşəm konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan sənətkarlarının çıxışı zalda alqışlarla müşayiət olunub. Gülyanak Məmmədova bildirib ki, bu cür beynəlxalq tədbirlər Türk dünyası xalqları arasında mədəni bağların daha da möhkəmlənməsinə xidmət edir. Özbəkistanda bizə göstərilən diqqət və ehtiram qürur vericidir. Azərbaycan musiqisinə olan sevgi və maraq bizi çox sevindirir. Qeyd edək ki, Gülyanak Məmmədova və Məsum İbrahimov uzun illərdir Azərbaycan muğam və xalq musiqisinin təbliği istiqamətində mühüm fəaliyyət göstərirlər. Onların beynəlxalq səviyyədə təltif olunması Azərbaycan mədəniyyətinin növbəti uğuru kimi qiymətləndirilir.